Günde bir bu haydı ve bu hay petrol xoruzlarından birisidir. Bu günlərdə yaxşıdır. Deyir, deməli Bakıda bu alçaq, bu tualet rəssamıdırlar ha. İrəvanda ki bunları zorla göndərirdilər, hamamda kimin ihlənib. Görün nə danışır bu alçaq, deyir ki Bakıda erməni daha çox idi. Nəinki deməli bu Qərb Azərbaycanda, İrəvanda. Biz deyir deməli 80 milyonuq. Yəni bu 80 milyon indi oldular. Deməli eşidib ki Azərbaycan türkləri 90 milyondur. Azərbaycan türkü dünyada və indi özləri bunu özlərinə 80 milyon çıxırlar. Şəkidir, Şamaxıdır, hər yan bizimdir, nəysə. Türkiyə bizimdir. Bilirsiniz, bu Bangladeş yetimçələri ki 1830-da gəliblər və bütün Ruslar da etiraf edir ki biz bunları özümüz köçürtmüşük. Yəni 100 dəfə üzlərinə də deyirlər ki 1920-də dövlət yaratmışıq. Bunlar əl çəkmirlər ondan və bu hələ bu cəhənnəm deməli 80 milyon. Bunu indi hələ bu 80 milyonu mən istəmirəm də neçə dəfədir mən təkrar edirəm. 80 milyon deməli 80 milyon erməni analarının fahişəliyini sübut edir. Yəni bu özünün o çarəncidir, xoynaçıdır, adını çəkmir. Niyə? Ki biz kiminə ki durub deyir ki. Deməli görün özləri etiraf edir ki bizim analarımız küçə qadınıdır, panel qadınıdır da. O Marksın ki ayağının o altında uzananlar. Yəni etiraf edirlər ha biz demirik onu. Bu 80 milyon nə deməkdir? Deməli hər bir ikinci türkün demək olar ki arvadı, sevgilisi erməni oldu. Necə Süleyman Sultanın vaxtından, Teymurun vaxtından. Yəni bizim türklər hamısı içində də mən olaraq, mən bilmirəm. Bəlkə də yüzü də keçibdir bu erməni deməli qızları olub həyatımda. Olub da mən neyniyim? Biz bilmirəm nəsə var bizdə. Ya bu ermənilər özlərini görürsünüz. Deyirəm bəşəriyyətin geninə vuran bir xalq var da bu qadın. Yəni özlərini sevdirə bilir, özlərini elə kişi ilə münasibətdə olur ki, yəni kişi istəyir də. İndi mən bunu mən demirəm. Ümumiyyətlə mənim böyük qardaşım vardı. O Rusiyada rəhmət olub verirdi. O avtoritetlə çox böyük türk oğlu olub. Və o həmişə o İrəvanda çıxanda erməni qızları qucağına qaçardılar. Həmişə də anam deyirdi ki, bu ermənilərdən əl çəkdi. Yox deyir, nə qədər erməni qızı var. Mən onlarla gəzəcəm. Yəni mənim qardaşım idi da. Amma o ayrı o Asov Abbaslı residivist ona vermişdilər. 120 kilometr şəhərdən uzaq. O Urka idi. Urka eşitmişsiniz, o Vor zakonlara deyirəm. Yəni Vor zakonlar bilirlər. Urka nədir? Yəni Urkadan da böyük olub. Yəni başqa cürə insanlar olub bizim türklərdə. Yox ki mənim elə qardaşımdır. Heç mən onu o nə qardaş deməli hər şeydən imtina edib. Əslində o başqa cür adam idi. İndikilər yox, o yazırsınız alçarlar. Bir nəfər nə yazır deyir, iş verənsən, mənə deyir. Səfihim deyir. O 70-ci illərdə görsəydin, indi bu dəqiqə gəlib ayağımı öpərdin. Bildin ya yox.
Bir kimə deyirsən o sözdə? Bir sahib görmürəm, kimdir. Görsəydim, iş verənlər də alçağın biri. Bəlkəm dünyanın o ölkələrdə hansı ki olmuşam, orada döyüşəndə yanımda olmuşam, vuruşanda, tədbirlərdə, yollarda, orada, burada, meşələrdə, dağlarda nə bilim yatanlar kim olub? Sərhədlər. Yoxsa sən yanımdaydın, alçaq. Ha? Dövlətin, milləti üçün sən neyniyibsiz, ha? Bəlkəm deyib bir silahla döyüşürsən, sözün yoxdur. Amma mən 60 ildir döyüşürəm. Mənə üzümə elə şeylər demək yaxşı deyil. Peşman eləyərlər. Heç mən yox, peşman eləyərlər. Burada yox, başqa ölkədə də. Səfeyin biri. Ağzınıza gələni. Güya, heç olmasa bir dənə erməniyə şillə vurmusan ki, belə danışırsınız. Sən kimsən, misilmənsən, şeysən, nə bilim. O deyirsiniz, işgəncədən danışın, tərtər işgəncəsindən. Onu da cəzasını alacaqlar. Tərtər cəzası, o işgəncələri də onu deyirsiniz, İran eləyib, mən bu eləyib, o eləyib. Bəli, həmin o İran adamlarıdır, həmin o Fars adamları işgəncə verib də. Onu Türk verməyib, Azərbaycanlı verməyib, yadınızda da. O tərtər hadisələrində işgəncə verənlər görəcəksiniz, mən görməsəm, onu deyəcəklər, hamısı Fars, Rus hayların töküntüləridir. Burada indi yaşayırlar, hər bir işdə də var, içimizdə var. Ona görə onları axtarıb tapacaqlar, narahat olmayın. Siz onu da kim eləyib? Kim eləyib? Siz eləyirsiniz də, siz Farsa, ərəbə meyillilərdir də, o işgəncələri verirsiniz. Türkün, Azərbaycanın üstünə, Türk, Azərbaycanlı heç öz millətinə işgəncə verməyib, verməyəcək də. Yadınızdan çıxardın onu. O buradan çıxardın. Onu mən indi dedim, amma onu göstərəcəklər. Mən indi göstərəmədim, amma göstərəcəklər. Onda ağzınıza gələni danışırsınız. Bu alçaqları müdafiə edirsiniz. Bax, bu satqınlara baxın. Bu kimdir? Elşən Cavadovdur. Mən demirəm, nə razısan öz Azərbaycandan, nə Azərbaycanlara söyürsən, satqındılar, belə. Yaxşı, Azərbaycanlı pisdir deyək ki. Sənin nə azarın var bunun yanında? Bax, bunun yanında. Roman Tsipinin yanında. Roman Tsipin arvadı qaçıb Azərbaycanlıların qucağında yatanın adamdan. Bu millətlər hamısı, o Farslardır, Ərəblərdir. Analarına kişi axtaranların yanında sənin nə işin var? Ay kişi, bunlar hələ baxın. Bax, bunlar Kasparovun yanında gedib, erməninin yanında oturub ermənidən dəstək alırlar. Ay, qondarma Türk deyim sizə. Azərbaycandan nə razısan? Azərbaycanda çörəyi verməyiblər, arvadı öldürüblər, anayı öldürüblər. Qardaş, mənim anamı, atamı öldürüb də, Azərbaycanı laf öldürübdür. O demək deyil ki, mən gedib erməni ilə oturum erməninin qucağında Azərbaycanda məni öldürüblər, məni uşağımı öldürüblər, çörək veriblər. Ay kişi, özün danış, özün. Sən niyə gedirsiniz? Bax, bu ermənilərin, bu Tsipinlərin, bu Yahudi törəməsidir, töküntüsüdür Yahudinin qucağında oturub sana. Mən bilmirəm, bunlara necə Türk deyim? Bunlar Türk, özü hakimiyyətdəndir, dövlətdəndir, Azərbaycan xalqından nə razısan? Özün dur, etirazı bildir də, söyürsən, neynirsən özü şimdi. Sən niyə gedib erməninin qucağında oturub erməninlə bir yerdə bizə söyürsən ki, anamı öldürürlər? Bizə çörək vermirlər, satqındılar, nədirlər. Niyə? Düşmanla birləşir. Deməli, sən düz adam deyilsən. Düz adam Türk, kişi, mən başqa ölkələrdə oldu. Mən də çox şeydən narazı idim.
Mən durub gedib kiməsə şikayət eləmədim ki, ay İngilis, ay Fransız, ay Rusudur, nə bilim, odur, budur, Finidir, Norvejidir. Gəlin mənə kömək eləyin, məni acam oradan, nə bilim, nə. Bu nə düşüncədir? Bunu Türk eləməz. Bunlar Türk adından inanmıram. Mən heç nə demirəm, ha, sizi gələcəkdə axtarıb tapacaqlar. Bu deyirəm sizə, hakimiyyətə şükür eləyəcəksiniz. Elə oğullar olacaq ki, bağışlamayacaqlar. Yəni indi bağışlayırlar sizi, amma onda bağışlamayacaqlar. 10 ildə keçsə, ha, kim olur olsun, sizləri hamısını bilirəm, yəni bunlar danışın, ayıb yox. Görün hələ bu biri nə deyir? Bu alçaq. Bunu yaxşı qalsın, indi bu dəqiqə.